5-6 manata çöldən pide sifariş etməkdənsə düz 12 ədəd evdə pide hazırladım. Bəli, düz eşitdiniz. Düz 12 ədəd pide hazırladım. İçliyini ağız dadınıza uyğun seçə bilərsiniz. Hazırlanması da çox rahatdır. İlkin olaraq xəmirini hazırladım. Bunun üçün ilıq südün üzərinə maya, duz, şəkər tozu, duru yağ əlavə edib yaxşı qarışdırdım. Daha sonra üzərinə aramili unu əlavə etdim. Ələ yapışmayan yumuşaq bir xəmir yoğurdum. Xəmiri təxmini 40 dəqiqəlik mayalanmağa buraxdım. Siz bir bu xəmirin gözəlliyinə baxın. Puf olub. Xəmir gəldikdən sonra xəmiri düz 12 kündəyə ayırdım və keçdim pidenin içliyini hazırlamağa. İstənilən içlikdən istifadə edə bilərsiniz. Mən halal nemət min bərəkətin sucuk və sosislərindən istifadə etdim. Soyuducuda biraz göyərti də var idi, düşündüm onları da istifadə etdim və beləcə bir neçə növ pide alındı. Xəmiri uzunsov formada yayıb üzərinə içlikdən qoydum. Qıraqlarını büküb xəmirə qayıq forması verdim. Daha sonra qıraqlarını yumurtanın sarısından çəkdim. Sobada 180 dərəcədə alt üst rejimdə təxmini 15-20 dəqiqə tam üzəri qızarana qədər bişirdim. Dadlıdır. Mütləq hazırlayın. Sizə nuş olsun, mənə də xoş olsun.